ər və arvad. Amma həyat yoldaşı sözü təkcə Azərbaycanlılara məxsusdur. Bəli. Həyat yoldaşı. Həyat Bax, məsəl üçün, qoca karı türklərdədir. Yəni, digər xaricilərdə də, orada da həyat yoldaşı deyil. Yəni, bu təkcə Azərbaycanlılardadır. Və həyat yoldaşı olmasında, yəni, ancaq hər adam onu ola bilmir. Yəni, hər ər-arvad həyat yoldaşı ola bilmir. Bizdə isə elə bil necə oldu? Dost olduq, yoldaş olduq. Yəni, həyatımızın dostusu olduq bir-birimizə. Və ona görə də bu yəni işbirliyimizdə bu. İndi biz artıq bir-birimizə necə deyirik? Həm şərikik, həm işbirliyi qururuq, bir də dalaşırıq, bir də barışırıq. Amma işə görə olur da bu şeylər. Yəni ki, birdən sözümüz düz gəlmir. Necə olur? Deyir ki, deyirəm ki, Eşən, biz niyə görə mübahisə elədik də bu işdə? Deyir, heç nə olmaz. Şəriklər arasında olacaq. Onu normal qarşılamaq lazımdır. Onu biz normal qarşılayırıq, əsəbləşmədən, hirslənmədən o mübahisəni normal qarşılamaq lazımdır. Və normal qarşılamaqdan ötürü də belə deyək də, gərək biraz müasir baxışda olasan.